Assalamu aleykum əziz dostlar. Gözəller gözəl olan bizim Zaqatalamızın Muxaq kəndində dostlar. Gözəl bir həyət yanı ev satışa çıxır. Evimizin geniş evlərdir. Həyətində bir dənə qəşəng navesi var. Baxın. Böyük bir dənə navesi var. Bir dənə damı var. Heyvan saxlamaq üçün damı. Damın belə bir qəşəng ayvanı var. Darvazanın girişi bu. Bir dənə yaxından toxuna gəl. Əziz dostlar, görürsünüz bax, heyvanlar saxlamaqdan da rəşötdə belə qəşəng yerlər tutulub, yaxşı danalar baxası imkan var. Navesimiz də çox geniş naves. Ətraflı göstər. Buradan bu yana da yəni buranı çəksən, olursa operator. Böyük navesi var. Həyət də genişdir. Dostlar, həyət 20 sot həyətdir. İstəyənə 10 sotu, amma qiymətdə 10 sotla verir. Əlavə pul verərsənsə, əlavə o pulun əvəzinə baş qalan yeri də verir. Deməli, necədir? Bax, qiyməti də indidən sizə deyirəm, yormayacağım sizi. Deməli, qiymət 50.000 deyilir. Həyət yanı kupçadır. Deyir ki, yəni ki, orada kupçadır. Bir dənə orada deyir, nəyi verib götürmək lazım. O deyir, ki, müştəri çıxan kimi, yəni 3 gün, 5 günün, 1 həftənin söhbətidir. Naxadır sənədləri də götürürəm deyə Allahın izni ilə. Kim belə geniş həyət, 10 sot həyəti içində, evlər qazı, suyu, işığı, dağ suyudur. Zaqatalamızın sahil tərəfdirlər. Muxağımızın Zaqatalanın Muxaq kəndinin sahil tərəfdir bura. Deməli, sahil tərəfdə kim bu evə baxmaq istəyir, gəlin, baxın dostlar. Evi də içəridən ətraflı göstərəm. Və dostlar, dağ suyu, həmişə dağ suyumuz var. Qəşəng basenyamız var. Heç olmasa bir 12-13 ton tutan basenyadır. Həyətimizdə təndirxana, çörək pişirməkdə ötürü təndirxanası var. Yəni qazı, suyu, işığı, hər şey yerində. Fındıq ağacları var. Deyərdim ki, bir say hesabı ilə bir 20 dənə, 25 dənə fındıq, topaq fındıqdır. Qəşəng toyuq saxlama olar, qəşəng qoyun saxlama olar. Yaşıl, gözəl məhəllədir. Dostlar, indi inşallah içəridə sizi evi ətraflı göstərim, neçə otaq, nə var içəridə. Və dostlar, belə gözəl yaşıllığın içi ilə inşallah Bismillahirrahmanirrahim evə daxil olurum. Və gəlin inşallah. Girişdə belə bir dənə qış tədarükü görməkdən ötürü belə bir dənə yer. Bankalar zad qoymaqdan ötürü və üstə qalxaq inşallah. Burada, əziz dostlar, bir dənə ayvan. Belə bir dənə ayvandır. Burada bir dənə otaq. Və otağı göstər zəhmət. Otaqda kondisioneri, interneti, Wi-Fi, telefonu hamısı var. Qazı quraşdırılıb hazır. Nə tuta belə? Və əziz dostlar, bax, buradan başlayırıq. Deməli, geniş bir dənə otaq, gəl bura. Qəşəng burada təmir olunur, baxın nə gözəl təmir olunur. Təmir olunur, çox gözəldir. Peçindən tutmuş var. İran peçindən tutmuş var. Və burada qəşəng yorğan döşək yığmaqdan ötəri baxın, kaladovkada. Əlinizə, məsələn, artıq evdə nə varsa, məsələn, qəşəng belə bir də yığası yerdir. Və bizim 3-cü otağımız. Çok çekmiyor abi. Bu da 3-cü otaq. Orada kalkıp bir şeyler çok oyuna çekmiyor. 3-cü otaq. Və mətbəx, dostlar. Kuxna mebeli, hər şey yerində baxın. Yəni mətbəxi hazır vəziyyətdə. Əşyaları ilə verilir, yoxsa? Danışıqdan asılı istəyənlərdir, yəni ki, arada razılaşma ilə əşyaları ilə verilir. Və burada bir dənə içərçək zəhmət, sanitar qoşağı, sanuzer, bir də yaxına get, içərini göstər. Göstər. Ay, sağ ol. Və gözəl muxaqlılar, gözəl Zaqatalalılar, qonşu kəndlərdə yaşayanlar, çardaqlar olsun, cimcimaq olsun, ev axtaranlar, evi yox, hamı bizim Azərbaycanlımızdır. Kimə bu ev əldə eləməsi isə, inşallah, dediyim var, 50.000 10 sotun içində deyilir. 50.000 manat 10 sotun içində. İstəyənə həyəti sahibi deyib, belə də bölüb verə bilərəm. O 20 sotu var, uzun masana da bölüb verərəm deyib. O danışıqda asılıdır. Gələcəklər, oturacaqlar, söhbət edəcəklər, danışacaqlar. İnşallah özü də sahibi çox yaxşı insandır, halal insandır. Yəni heç kimin narazı salmaz dostlar. 50.000 deyilir, inşallah razılaşma yeri var. Yəni orada razılaşma yeri olacaq. Və inşallah sizə nömrəni də xatırlatım. Və əziz dostlar, ev sahibi nömrəsini xatırlatıram sizə. 070 653 32 46 nömrəsi. Və yenə deyirəm, 070
653 32 46 nömrəsinə zəng edin dostlar. Kim bu evə sahib olmaq istəyirsə, inşallah tələsin qazı, suyu, işığı, interneti, ev telefonu, hər bir şeyi var. Kəndimiz də çox gözəl yerdə yerləşir. Dostlar, alana da, satana da Allahdan xeyirlisi. Sağ olun.